Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli izləyicilər, çox hörmətli izləyicilərimiz. Hər birinizi səmimi qəlbdən salamlayıram bu mübarək ayda, bu rəhmət dolu ayda, bu bərəkətli ayda, bu gözəl ayda hər birinizə salamlarımı göndərirəm və xüsusilə də vurğulayaq, təkrardan hər gün biz vurğuluyuruq bunu. Allah bütün tutduğunuz orucları və etmiş olduğunuz bütün ibadətləri öz dərgahında ən ali dərəcədə qəbul eyləsin inşallah dəyərli dostlar. Bildiyiniz kimi bizim gündəlik Ramazan çıxışları öz axarında davam edir. Gündəlik Ramazan çıxışlarımız davam edir. Bugün Ramazan ayının 12-ci günüdür. Bugün 12-ci gündəyik inşallah və bugün mövzumuz bildiyiniz kimi başlığımız, əsas mövzu başlığımız belə deyək ki, qulluğun mahiyyətidir. Alt başlığımız, yəni 12-ci gününün alt mövzusu, yəni mövzusu riya və ixlas haqqında olacaqdır dəyərli dostlar. Keçən bizim 11 çıxışımızda biz qulluğa, keçən çıxışımızda biz yəni dünənləri danışdıq bunu həqiqətən də. Dünən biz bir şeydən danışdıq, deməli belə deyək ki, təkəbbürlük haqqında danışmışdıq dünənləri. Qulluğun əksi, qulluğun ziddi olan təkəbbürlük haqqında danışmışdıq. Bugün də elə istəyirəm ki, çox da vaxt almadan istəyirəm ki, riya və ixlas haqqında danışam bir qısa. Sizin də icazənizlə inşallah. Dəyərli dostlar, ümumiyyətlə belə başlayaq. İnsanın etdiyi hər bir əməl zahirdə eyni görünsə də, onun dəyərini müəyyən edən əsas şey niyyətdir. Yəni, bunu belə deyək ki, əməllər niyyətlərə bağlıdır. Yəni, insanın etmiş olduğu əməli zahirən eyni görünsə də, onu dəyərli qılan o niyyətdir. O pak, saf niyyət ki var, onu dəyərləndirən niyyətdir. Çünki əməli böyük edən onun forması deyil, onun arxasında duran məqsəddir. Belə deyək də, o əməli mənalandırar, o niyyətdir. Bu səbəbdən İslam düşüncəsində riya və ixlas məsələsi insanın mənəvi həyatının ən mühüm mövzularından biri hesab olunur, dəyərli dostlar. Və belə davam eləyək ki, riya haqqında ümumiyyətlə bir danışaq. Riya nə haldır? Vaxtımız da azdır, qısa çıxış eləyirik. Deməli, riya nədir? Riya o haldır ki, nə halıdır? Riya o haldır ki, insanın etdiyi yaxşılığı Allah üçün deyil, insanların görməsi və tərif etməsi üçün edir. Yəni, zahirdə ibadət var, xeyir var, yaxşılıq var, lakin niyyət dəyişdiyi üçün o əməl mənəvi dəyərini itirir. Və bayaq da dediyimiz kimi, əməlləri də mənalandıran, onun arxasında duran o məqsəd, o niyyətdir. Yəni, sən əməlinin dərəcəsini və belə deyək ki, böyüklüyünü, onun arxasında yatan niyyətdən asılıdır. Sənin niyyətin, məqsədin onun mənəvi yönünü də dərəcəsini təmin etmiş olur bu yönünü. Və bütün bunlardan əlavə olaraq isə deməli bildik bu nə deməkdir. Yəni sırf Allah üçün yox, ki məni görsünlər, özünü göstərmək. Riya budur. Zahirdə ibadət var, yaxşılıq var, amma məqsəd o deyil, niyyət o deyil. Niyyət Allah deyil, nə da özünü göstərmək ki, bu nə gözəl, o bircədən o söz desinlər ki, əhsən buna nə gözəl. Məsəl üçün, ibadət əhlidir, din əhlidir, böyük şəxsiyyətdir. Bu sözləri eşitmək üçün edir. Və burada da onun etmiş olduğu bütün o ibadətlər, itayətlər, yaxşılıqlar arxasındakı niyyət və məqsədi doğru olmadığı üçün öz dəyərini
itirmiş olur bu yöndən də. Və buna görə də insan bəzən də özünün fərqinə varmadan insanların razılığını Allahın razılığından üstün tutmağa başlayır. Ay bu nə deyər? Ay o nə deyər? Məsəl üçün Allahın buyruqlarından üstün tutur. Ay belə eləməyə falan kəs bizə nə deyər görə? Allahın nə deyəcəyini, Allahın rizasını, Allahın buyruğunu, razılığını elə bil ki, ondan indi əstəğfurullah aşağı dərəcədə tutmuş olur. Bəzən bu dərəcəyə gələ bilir insan. İndi ola bilər, bilməyərəkdən eləyə bilər, mahiyyətini başa düşməm, amma olur bu. Bu halda belə olduğu halda əməl, ibadət olmaqdan çıxır və sadəcə nümayişə çevrilir, özünü göstərməyə çevrilir bu zaman. İndi bunun əksi də ixlas adlanır. İxlas isə insanın etdiyi hər işin doğrudan da yalnız Allah üçün, Allah razılığı üçün etmiş olmasıdır. İxlaslı insan üçün əsas olan başqalarının onu görməsi deyil, başqalarının razılığını, əhsənini, alqışını qazanmaq deyil, Allahın rizasını qazanmaqdır mühüm olan. O bilir ki, insanın niyyətini və qəlbini yalnız Allah bilir və həqiqi dəyər də məhz bu niyyətdə gizlidir. Və bu səbəbdən ixlas insanın qəlbini təmizləyən və ibadətə ruh verən ən mühüm xüsusiyyətlərdən birinə çevrilmiş olur həqiqətən də. Yəni, ixlaslı bəndənin xüsusiyyətlərindən ən mühümü budur. İnsanın razılığını qazanması, onu görməsi deyil, Allahın razılığını qazanması və onu görməsidir bu əsas istəyi. Və bu pak niyyət ki var, bu pak niyyət artıq qəlbi təmizləyir və ibadətə ruh verən ən mühüm xüsusiyyətlərdən biri olmuş olur. Ona bir mənəvi dəyər verir, belə deyək. Və bundan əlavə, riya insanı zahirdə yüksəldirmiş kimi göstərsə də, yüksəltmiş kimi göstərsə də, insanı daxilən zəiflədir. Həqiqətən insanı daxilən zəiflədir. Çünki insan daim başqalarının fikrindən asılı vəziyyətə düşür. Yəni, özü ola bilmir. Başqalarından asılı olur. Filan kəs nə deyər? Bunu eləsən filan kəs nə deyər? Özünün düşüncəsi olmur, öz qərarı olmur. Ay filan kəs nə deyər, ay filan kəs nə deyər? Yəni, bu təfəkkürdə olur və bunun nəticəsində də belə deyək ki, İnsan daxilən zəifləməyə başlayır. Amma ixlas isə bunun əksidir, dəyərli dostlar. İxlas bunun əksidir. Dedik ki, bunu qeyd eləyək ki, riya insanı həbs edir. Riya insanı həbs edir. Belə hökmranlıq qurur insan üzərində. Asılı vəziyyətə salır. İxlas isə insanı azad etmiş olur, azad edir. O artıq insanların tərifi ilə böyümür, tənqidi ilə də sarsılmır. Çünki onun məqsədi insanların deyil, Allahın razılığı. Allahın razılığı olmuş olur. Yəni, məsələn, biz də bu yolda addım atırıq, yəni, böyük bir insanın ürəyi olmalıdır. Yəni, hər o böyük okean kimi, bir okeana atılan daş okeanı batırmır ki, okeanın içində batır o daş. Yəni, elə bir insan böyük bir ürəyə sahib olmalıdır və bu baxımdan insanın ən böyük mübarizələrindən biri də öz niyyəti ilə olan mübarizəsidir. Çünki nəfsin də devrədə olduğu, belə deyək ki, anlar bu olur, niyyət. Çünki bəzən insan doğru iş görür, lakin niyyətini yoxlamadıqda o işin mənəvi dəyəri azalmış olur. Yəni, şeytan və nəfs insanı yaxşılıqla da sınır, yaxşılıqla da çiğləyir. Və ona görə də bu səbəbdən alimlər demişlər ki, əməli düzəltməkdən daha çətin olan şey niyyəti düzəltməkdir. İlk öncə niyyəti düzəlt, niyyətini doğru düzgün şəkildə
təyin et, ondan sonra onu əmələ çevir və addımlamağa başla. Mühüm olan budur. Və həqiqi qulluğun yolu isə məhz buradan keçir. İnsan etdiyi hər işdə öz-özünə sual verməlidir. Mən bunu kim üçün edirəm? Mən bu işi kim üçün görürəm? Əgər burada cavab axırda Allah olacaqsa, deməli bu ixlasdır. Əgər burada cavab insanlığın razılığıdırsa, üzr istəyirəm, bu riyadır. Deməli nədir? İnsan özünə sual verir ki, mən bunu nə üçün edirəm? Bu zaman sənin axırda dürüst şəkildə amma cavabın Allahın razılığıdırsa, buna ixlas deyilir. Bunun əksi insanlığın razılığıdırsa, buna riya deyilir. Deməli, sonda da belə nəticə alırıq, dəyərli dostlar. Deməli, insanın məqsədi yalnız yaxşı iş görmək deyil, o işi doğru niyyətlə etməkdir. Çünki ixlas ibadətin ruhudur, riya isə onun səssiz düşmənidir. Deməli, bura kimi bizim aldığımız nəticə ondan ibarətdir ki, insan yaxşı yöndə olsa belə, insanın əməlləri nə qədər yaxşı olsa belə, onun arxasında dayanan niyyət doğru olmasa, əyri-üyrü yaxşı olmasa, bu zaman yaxşı belə olsa, onun etmiş olduğu o əməl öz mənəvi dəyərini itirmiş olur və buna görə də insanın etməli olduğu ən mühüm şeylərdən biri də niyyətlərini doğru şəkildə təyin etməkdir və niyyətini pak tutmaqdır, dəyərli izləyicilər. Bugün də bitirirəm inşallah. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Sabah yenədən görüşənə qədər diləyirəm, dəyərli dostlar. Özünüzə yaxşı baxın. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.